Salam əziz şagirdlər. 18 yanvar 2026-cı il Uğur kurslarında keçirilmiş buraxılış imtahanı 3-cü sınavın ingilis dili suallarını izahıyla tanış oluruq. 56-cı sualda choose the irregular verb deyir bizə. Qaydasız feili seçməyimizi istəyir. Travel qaydalıdır, cancel qaydalıdır. Make olur made. Qaydasız feilimiz C-dir. Followed et qəbul edir. Qaydalılar bildiyiniz kimi et qəbul edir. Qalır C variantı. 57-cidən choose the correct article, düzgün article seçməyimizi istəyir. Can you play? Biz bilirik ki, əgər play-də sonra musiqi aləti ifa etmək gələrsə, onda C artiklı qoyuruq. Play-də gitar. Əgər play-dən sonra idman növü oynamaq gələrsə, onda boşluq qoyuruq. Play volleyball. Yəni C və boşluq, bu da olur B variantı. I don't remember about this story. Can you tell me? Baxıram, about isim olmadığı üçün any isim istəyir, D-ni çıxaram. Some isim istəyir, C-ni çıxaram. Y də isim istəyir, Y-ni də çıxaram. Həmçinin don't inkarlıq bildirdiyi üçün some inkar cümlədə işləmir, çıxacaq. Qalır anything və elə anythinglər aynen B qalır. Can you tell me? No-nu onsuz götürə bilmirəm. Can you tell me no? Heç də deyə bilərsənmi mənə? Bu olmur. Biz bilirik ki, some sual cümlələrində xahiş və istək mənasında istifadə oluna bilər. Can, could tipli sual cümlələrində. Elə B-ni götürəcəm. Burada əslində isim ixtisarı düşüb. Can you tell me something formasında da verilə bilər və yaxud da some information about the story bu tipdə verilə bilər. Ona görə də B qalır. 59-a bizdən preposition istəyir. The guest arrives on Friday morning. Normalda morning ilə in işlənir, amma Friday ilə on işləndiyi üçün burada on Friday morning olacaq. Next week zaman zərfi olduğu üçün ondan boşluq olacaq. Heç bir şey işləmir. Bu da olur B variantı. Yine doğru variant istəyir. They talked about the problem then 3 hours but couldn't solve it. Sən bizdən müqayisə dərəcəsini istəyir. Much A dərəcədir. Many much A dərəcələr olduğu üçün B-yə yeni çıxsam. More və A ilə D variantı qalacaq. Couldn't solve it. Hələ də bilmədilər dediyi üçün də bizdən burada zərf istəyir. Sifətin sonuna elva yatırsam, o da A variantı olacaq. They talked about the problem more than 3 hours but couldn't solve it easily. Large number of tourists. Normalda burada boşluq olacaq çünki bu a large number of deməkdir. A number of'dur. Sadəcə oraya sifət əlavə edib. Bu cəmiyyət bildirilən sözdür. Ondan sonra birbaşa sifət isim gəlir və cəmlənir. A large number of tourists visit this city every year. Artikli və boşluq, bu da olur A variantı. Choose the correct variant. How many books did you read to find ... facts? Cəm olduğu üçün facts 4 hərfləri silsəm, zislər, zis və zəti onlardan sonra təşkisim olmalıdır. I didn't read. My teacher explained to me. I didn't read. İnkarlıq olduğu üçün ikinci səhvdən notları silərəm. Çünki iki inkar bir cümlədə olmaz. Notdan nothing olmaz. A çıxar. C ilə Y qalsın. Deyir ki, I didn't read any. Əslində bu da anything mənasında deyil. Heç bir şey oxumadım. My teacher explained them to me. Müəlliməm onları mənə izah etdi. Bu da olacaq C variantı. Yəni faktları mənə müəlliməm izah etdi mənasında. Choose the incorrect variant. Düzgün olmayan variant tapmağımı istəyir. Burada düzgün olmayan variant enough olar. Çünki V-dən sonra sifət olar, to-dan sonra sifət olar, so-dan və quite-dan sonra sifət olar. Halbuki enough-dan əvvəl sifət olmalıydı. Tired enough olmalıydı deyə C-ni götürürük.
Choose the correct preposition for both sentences. Hər iki cümlə üçün eyni söz önünü götürməyimizi istəyir. He walked in the park. The train will arrive in an hour. A variantı. Topluda buna aid suallar var. Choose the correct variant. I have interest. Sayma isimdir. Məni çıxar. Lots'dan sonra lots of olmalıdır. Belə bir ifadə yoxdur deyə. De çıxar. A lot of qalsın, much qalsın, little qalsın. Programs cəm olduğu üçün də little və much çıxsa qalacaq elə B variantı. I have little interest for TV because few programs are interesting. Yəni düzgün variantı istəyir. Maria is the best student in the class. Maria sinifdə ən yaxşı şagirddir. She answers the questions correctly və yaxud da most correctly də ola bilər. Ən düzgün cavabları o verir. Niyə more correct götürmürəm? More correctly olmalıdır əslində. Əgər zərf götürmək istəyirsə, correct sifətli B çıxar, A da çıxar sifətli. Much more correctly olmalıydı. Burada more çatışmadığı üçün C də çıxar. Most correct yəni də sifət aid olduğu üçün çıxar. Qalar D variantı. Choose the correct preposition. I'm not pleased with that work I got last week. C variantı. Düzgün variantlar istəyir. I have time. Time sayılmadığı üçün more time ola bilər. More'dan sonra sayılan cəm və ya da sayma isim. Many cəm istəyir həmişə. 2 çıxaram. Much sayma isim istəyir. 3 götürərəm. Verdən sonra isim olmur. Əgər verdən sonra təyin edici olaraq many, much olarsa onu da götürə bilər. 4-də çıxaram. To'dan da sonra isim olmur. Normalda sifət olması üçün many, much, yəni kəmiyyət bildirən sözlə birləşməlidir. Bu da çıxsa qalacaq 1-dən 3. I have more time to finish the task. I have much time. Qısa mətnləri oxumuram, sadəcə cavablarını bildirəcəm. 69-da olacaq. C variantı. 70-ci sualda olacaq. Thanking volunteers for their effort. 71'də Alex asked his father to change the pick-up time. Y variantı. Deməli 70-ci sualda what is the passage mainly about? Mətn əsasən nə haqqındadır? A strange reptile in the world. A variantı. Bunu belə işarələyək. Which statement is true according to the passage? Mətnə əsasən hansı cümlə doğrudur? Can fly very well. Turtles can fly. Uça bilmirlər. Turtles use their legs to swim and walk. Bu cümlə mətnimizdə var. 73-də olacaq B. 74-də correct answer to the question. Mətnə əsasən suala düzgün cavab verməmizi istəyir. How do the governments plan to save turtles? Hökumət tısbağaların həyatını qorumaq üçün nə planlayır? Necə planlayır? By preserving beaches, making harmless environments. 2. 1-dən 2 olacaq burada. Mətndə tapa bilərsiniz bu cümləni. 70-də olacaq A. 75-də complete a sentence according to passage. Mətnə əsasən cümləni tamamlamamızı istəyir. Turtles are able to protect themselves because they tısbağalar özlərini qoruya bilməyi bacarırlar. Nəyə görə? They have hard shells to hide inside. Onların möhkəm qabıqları var, hansı ki içində gizlənə bilirlər. Bu olacaq B variantı 75-də. Which statements are false according to passage? Mətnə əsasən hansı cümlələr yanlışdır? Some turtles can live for more than 100 years. Bu doğrudur. Biri çıxaram, çünki məndən yanlışlar istəyir. Turtles always stay active at night. Həmişə deyir ki, axşam aktiv olurlar. Əslində during the day də var.
2-ni götürərəm. They have a poor sense of eyesight. Well developed əslində poor deyil, yaxşı inkişaf etmiş. Poor isə zəif mənasındadır. Eyesight də görmə. 3-ü də götürərəm. 2 ilə 3 yanlışdır. Pollution is one of the reasons turtles are endangered. Onların nəslinin tükənməkdə olma təhlükəsini yaradanlardan biri də çirklənmədir. Bu da doğrudur. 76-da 2-3 götürəcəyik.